Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz möminlər, Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul eləsin. Bugün mübarək Qədir gecəsinin günüdür, birinci Qədir gecəsinin günüdür və həmçinin bugün sübh namazında Mövlamız Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın zərbətlənən günüdür və bu münasibətlə də başda İmam Zaman ağamız olmaqla hamınıza başsağlığı ərz edirik. Bəhsimiz mübarək Quran-ı Kərimin misalları ilə bağlıdır və bugün də bəhsimizdə Allah Subhanahu wa Taala'nın mübarək Həşr surəsinin 21-ci ayəsində çəkdiyi, vurduğu bir misalla bağlı danışacağıq. Allah Subhanahu wa Taala mübarək Həşr surəsinin 21-ci ayəsində Peyğəmbərimizə bu cür buyurur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ləv ənzəlnə hədəl Qur'an alə cəbəlin lərəytəhu xaşiən mutasaddiən min xəşyətilləh və tilkəl əmsalu nadribuha linnəsi ləalləhum yetəfəkkərun. Sədəqallahul aliyyul azim. Əgər xatırlayırsınızsa biz əvvəl dərslərimizin birində bu ayəyə qısa da olsa işarə etmişdik. Ayədə Allah Subhanahu Taala Peyğəmbərimizə buyurur ki, ya Peyğəmbər, biz bu Qur'anı dağa nazil etsəydik, görərdin ki, dağ Allahın qorxusundan paramparça olub, əriyib, aradan gedib. Və tilkəl əmsalu nadribuha linnas. Biz o cür misalları insanlar üçün vururuq ki, insanlar təfəkkür etsinlər, bəlkə düşünüb təfəkkür etsinlər. Ayədən başa düşdüyümüz budur ki, Allah Taala bir məcaz işlədir burada. Yəni Qur'anın əzəmətindən xəbər verir Peyğəmbərimizə. Biz bilirik ki, Qur'an insan üçündür. Qur'anın bir neçə ayələrində əvvəl günlərimizdə də oxumuşduq. Hudən linnas. İnnə hədəl Qur'an yəhdi. Bu Qur'an hidayət edir, insanları düzgün, doğru yola hidayət edir və Qur'an insan üçün gəlib. Dağın, daşın, heyvanın yaxud başqa cəmadat aləmi, nəbadat aləmi bunların Qur'ana ehtiyacı yoxdur. Amma Allah Subhanahu Taala bu ayədə bir məcaz olaraq, bir kinayə olaraq işlədir ki, Peyğəmbər, bu Qur'anın o qədər əzəməti var ki, bu Qur'an əgər dağlara nazil olsaydı, yəni əgər Allah iradə etsəydi bu Qur'an dağa gəlsin, dağ Allah qorxusundan təlaş olardı, dağ Allah qorxusundan aradan gedərdi. Amma insan, bəzi insanlara, bəzi cahil insanların o qəlblərində olan qəsavətə, qəlblərində olan o bəkləşmiş, günahın ucbatından bəkləşmiş qəlblərə Qur'an təsir qoya bilmədi. Dağı parçalamağa qüdrəti olan Qur'an bəzi cəhalət tozu ilə bulaşmış qəlbləri təmizləyə bilmədi. Yəni bu bir dəhşətdir. Həqiqətən bugün cəmiyyətdə də görürük. Qur'an yalnız və yalnız Fatihə məclislərində istifadə olunur. Qur'an yalnız və yalnız insanın atasının, anasının qəbrinin üstünə ziyarətinə gedəndə Qur'an yadına düşür. Qur'an and içmək üçün, Qur'an istixara üçün, Qur'an müəyyən. Bunlar hamısı yaxşıdırlar, amma əməl olmasa, Qur'anın ayələri oxunub, başa düşülüb əməl olmasa, bunlar qiyamət günündə insanın dərdinə dəyməyəcəkdir. Və bu gün, yəni bu gecənin günü, Qədir gecəsinin birinci günü ehtimal olunan Qur'anın nazil olma gecələrindən biridir və həmçinin ən əsası Quran-ı Kərimdən əlavə Natiq-i Qur'an Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın zərbətlənən gecəsidir. Yəni bu gecənin bir Qur'anla əlaqəsi var ki, ehtimal olunur 3 Qədir gecəsindən biri bu gecədir ki, bu gecə Qur'an nazil olub və həmçinin Qur'anın natiqi, Qur'anın həqiqi müfəssiri, Qur'anın alimi Həzrəti Əli ibn Əbi Talib əleyhissalam bu gecənin sübh namazında, yəni bu günün gecəsinin sübh namazında məlun, Allahın lənətlənmiş bir şəxsi tərəfindən zərbətlənib. Həqiqətdə buyururlar,
Həzrət Əli əleyhissalam zərbətləndi. Amma məsələnin biraz dərinliyinə baxanda buyururlar, ədalət zərbətləndi. Cəhalət tərəfindən ədalət zərbətləndi. Cəhalət tərəfindən haqq zərbətləndi. Cəhalət tərəfindən, nadanlar tərəfindən, nadanlıq tərəfindən insaniyyət, mənəviyyat zərbətləndi. Quran zərbətləndi, həqiqət zərbətləndi bu gecə. Həzrət Əli ibn Əbi Talib əleyhissalam bütün məzlumların dostudur. Həzrət Əli əleyhissalam bütün Allah sevər insanların dostudur. Həzrət Əli əleyhissalam bütün qeyrətlilərin, bütün şücaətlilərin, bütün İslamın, dinin qeyrətini çəkən əzizlərin imam dostudur, imamıdır və bütün insanların imamıdır və xüsusi olaraq da sadaladığım insanların. İmam Əli əleyhissalam məzlumların atası idi. İmam Əli əleyhissalam yetimlərin atası idi. İmam Əli əleyhissalam kasıbların dostu idi, məzlumların dostu idi və bu cür şəxsi, bu cür mərifətli imamı bugün sübh namazında zərbətlədilər. Alimlərdən birinin gözəl bir sözü var bu barədə. Buyurur, Allah rəhmət eləsin Şəhid Mütəhhəriyə. Şəhid Mütəhhəri buyurur bu sözü, buyurur ki, İmam Siffin müharibəsi, İmamın xilafətliyi dövründə, Cəməl müharibəsi və Nəhrivan döyüşü, 3 döyüş İmamı başını qatıblar 3 döyüşlə. Cahillər, nadanlar İmamı 3 döyüşlə başını qatdılar və İmamı çox şeylərdən məhrum etdilər. Şəhid Mütəhhəri deyir ki, mən birini də əlavə eləyirəm. Mən 4-cü bir döyüş əlavə eləyirəm ki, o da cəhalət idi. İmam cəhalətlə mübarizə apardı və cəhalətin də qurbanı oldu. Bu 3 döyüşdən əlavə 4-cü bir həqiqət bu idi ki, cəhalətlə İmam müharibə apardı. Yaxud başqa alimlərdən birinin gözəl sözü var. Buyurur ki, İmamı zərbətləyən, qılınc vuran o şəxs Əbdullah ibn Mülcəm və onun ağası deyək, Allahın lənəti olsun bütün əhl-i beyt düşmənlərinə, Mabiyənin əmri ilə və kim idisə bu işin arxasında, o qılınc da, onlar özləri də hamısı bir vasitə idilər. İmamı cəhalətlə dolu, kin-külurətlə dolu qəlblərin sahibləri, o ağılların sahibləri İmamı zərbətlədilər. Ona görə oxuduğumuz ayədə Allah buyurur ki, bu Qur'anın o qədər əzəməti var ki, bu Qur'an dağlarda təsir qoyar, bu Qur'an dağa təsir qoyar. Amma o cahil insanlarda Qur'an təsir qoya bilmədir. Cəhalət çox pis şeydir və cahil insandan nə istəyirsən gözləmək olar. Bugün cəmiyyət sanki cahillərin əlindədir. İnsanları cahillər idarə edirlər. İnsanlar görürsən ki, cəhalətin əsiridirlər. Bilgisizliyin, nadanlığın əsiridirlər. Həzrəti Peyğəmbərimiz Əli əleyhissalama buyurur ki, ya Əli, la fəqrə əşəddu minəl cəhil. Cahillikdən şiddətli fəqirlik yoxdur. Cahillikdən dəhşət fəqirlik yoxdur. Bir insan cahildirsə, onun milyonu varsa, Peyğəmbərimiz buyurur, o fəqirdir. Onun sanki heç nəyi yoxdur. Sonra buyurur ki, وَلَا مَالَ أَعْوَدُ مِنَ الْأَقِلِ. Ağıldan gözəl mülk, mənfəətli mülk yoxdur. Bir nəfərin ağlı varsa, onun kasıb da olsa, onun pulu olmasa da, o insan ucadır, o insan Allah yanında dəyərlidir və qiymətlidir. Həzrət Əli ibn Əbi Talib əleyhissalam özü bu barədə buyurur. Buyurur ki, İnnə qulubəl cuhal təstəfizzu bihəl ətma. Cahillərin qəlbləri, cahillərin vücudları, onlar tamahlar onların qəlblərini rahatsız eləyər. Onların qəlbi ancaq tamah, ancaq istək, ancaq dünya malı dəlicə qaçarlar. Cahilin bir xüsusiyyəti budur ki, cahil insan, nadan insan ancaq dünyanı fikirləşər. Sonra imam buyurur ki, وَتَرْتَهِنُهَا الْمُنَا. Uzun-uzadı arzular bunların qəlblərini girovda saxlayar. Elə arzu eləyər ki, mən bir şeyə çatım, mən dünya malına çatım, mən filan bir yeri əldə eləyim, filan təzə çıxan model maşını əldə eləyim, filan gözəl evdə. Ömrünün axırına kimi bu cür insan dünyadan köçər. Sonra imam buyurur ki, وَتَسْتَغِلُّهَا الْخَدَائِ. Və onun qəlbin, cuhal insanların, cahil insanların qəlbin hilələr
əhatə eləyər, hilələr istismar eləyər. Sanki həmişə düşünər ki, bir siyasət işlətsin, bir hilə işlətsin ki, bir dünyada qabağa getsin. Amma ağıllı insanlar, düşüncəli insanlar, hətta dünya malına yapışsalar da, dünya malları olsa da onların, maddi imkanları olsa da, o maddi imkanlarından axirət üçün istifadə edərlər. O maddi imkanlarından insanlığa fayda verərlər, insanlığa xeyir verərlər. Bir sözlə, bugün insanlığın düşmənləri, cəhalətlə dolu olan insanlar, nadan insanlar ədalətin simasın, insanlığın simasın, insanlığın dostun, mənəviyyatın uca zirvəsin zərbətlədilər və onun ölümü üçün, onun şəhadəti üçün çalışdılar. Allahın verə izzət səlamına. Allah bizləri ağıllı insanlardan qərar versin. Allah bizləri cahillərdən və cəhalətdən uzaq etsin.